21 may 2025-ci ildir və həftənin çərşənbə günü dəyərli izləyicilər, bir son dəqiqə xəbərini sizinlə bölüşmək istəyirəm. Rusiyada yenə də orada yaşayan miqrantlara qarşı hücum kampaniyası başlanıb. Putinin sağ əli miqrantlara hədələyib. Rusiyaya gedənlərə xəbərdarlıq var. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrikin son açıqlamaları ölkədə və Podsovet regionunda geniş müzakirələrə səbəb olub. O Rusiyaya gələn miqrantların, xüsusən də Mərkəzi Asiya ölkələrindən gələnlərin bir çoxunun gələcək cinayətkarlar olduğunu bildirib və onlara qarşı sərt tədbirlər görülməsini təklif edib. Bastrikinin sözlərinə görə bizə gələnlər əvvəlcədən potensial cinayətkarlardır. Yəni bu şəxslər Rusiyaya cinayətkarlıq meyli ilə daxil olurlar. Xatırladaq ki, Aleksandr Bastrikin prezident Vladimir Putinin tələbə yoldaşı, yaxın dostu və sağ əli hesabı olunur. Onun bu fikirləri milyonlarla miqrantı öncədən qınamaq və onlara qarşı da qərəzli münasibəti rəsmi səviyyədə ifadə etmək kimi qəbul edilir. Həmçinin ksenofobiyanın da təzahürü sayılır, dəyərli izləyicilər. Bastrikin təkcə miqrantların kriminal meyillərini qabartmaqla kifayətlənməyib, həm də onların Rusiyaya ailə üzvləri ilə gəlməsini də qadağan etməyi təklif edib. O miqrantların yaşayış xərclərinin tam olaraq işə götürənlər tərəfindən qarşılanmasını da tələb edib. Deyib ki, kontrakt bir ildən artıq olmamalıdır. Müddət bitdikdən sonra miqrant öz ölkəsinə qayıtmalıdır. Heç bir arvad, ər, nənə, baba, uşaq Rusiyaya gətirilə bilməz. O buraya işləmək üçün gəlir və bütün xərcləri də sahibkar tərəfindən qarşılanmalıdır. Bastrikinin bu açıqlamaları yalnız sərt miqrasiya siyasətini təklif etməklə qalmır, həm də dövlət səviyyəsində miqrantlara qarşı qərəzli münasibət və stereotiplərin rəsmi təsdiqi kimi qiymətləndirilir. Minlərlə insanı potensial cinayətkar elan etmək, onların hüquqlarını və ləyaqətini isə kobud şəkildə pozmaq sayılır bu. Ekspertlər bildirirlər ki, belə açıqlamalar Rusiyanın sosial inteqrasiya siyasətinə və beynəlxalq insan haqları normalarına ziddir. Bu, ölkənin miqrasiya problemlərinin həllinə kömək etməyəcək, əksinə miqrantların sosial təcridinə, ayrı seçkiliyə və radikallaşmaya da səbəb ola bilər, dəyərli izləyicilər.